Salam, xoş gördük əzizləyicilər. Bugün hər birinizi Qadın Bardadan, gözəl bardamızdan gördüyümüz kimi gözəl bir marafona, ultra marafon yürüyüşünə start verilibdir. Qəbələdən başlayıb Xankəndinə yürüyüş, Barda şəhərinin mərkəzində Heydər Əliyev prospektində rayon icra hakimiyyətinin yanında gördüyünüz kimi tədbir ən yüksək səviyyədə hazırlıq işləri gedir və həqiqətən çox gözəldir. Yəni sizlərə təqdim edirəm bu marafon. Salam, xoş gördük. Özünüzü təqdim eləyin. Ramil Evdaroğlu. Gördüyünüz kimi bax bugün Barda şəhərində bu ultra marafon Qəbələdən başlayıb Xankəndinə yürüyüşdür. Bir rayon sakini olaraq nə deyərdiniz? İstərdim fikirlərinizi bölüşək. Orxan müəllim, sizi salamlayıram. Salamlar olsun əziz dinləyicilər. Orxan müəllim, məlum olduğu üzrə artıq 2 gündür marafona start verilib. Qəbələ şəhərindən başlayan marafon demək ki, Ağdaş-Bərdə marşrutu üzrə davam edir və marafon Xankəndində yekunlaşacaq. Bunun ən vacib məqamlarından, ən ümdə məqamlarından biri ondan ibarətdir ki, gənclər üçün bir dəstəkdir. Yəni idmanın inkişafında, sağlam olmağımızda böyük bir rolu var. Gənclərin pis vərdişlərindən uzaq olmamaq üçün böyük bir təbliğatdır. Ümid edirik ki, Azərbaycan atletləri bizi sevindirər və bayrağımızı həmişə uzalarda edər. Çox sağ olun, diqqətinizə görə. Sağ olun. Salam, özünüzü təqdim edeyim. Mən Nurman Səlimov. Bəli, buyurun. Bugünkü bu ultra marafon yürüyüşü ilə bağlı Qəbələdən başlayıb Xankəndinə yürüyüşdür. İstəyərdik fikirlərinizi bildirərdiniz və izləyicilərimiz bilsin. Hər bir kəsin bildiyi kimi, yəni bu Azərbaycan Gənclər Fondunun bir layihəsidir. Gənclik üçün, gələcək üçün ən böyük bir möhtəşəm bir layihədir. Belə qeyd edə bilərəm ki, idman sağlamlıq deməkdir və bu gözəl qaçış yarışını, qaçış marafonu təşkil etdikləri üçün bütün Azərbaycan Gənclər Nazirinə və Azərbaycan Gənclər Fonduna özlərini təşəkkürlərimi bildirirəm və bütün iştirakçılara uğurlar arzulayıram. Diqqətiniz üçün təşəkkür edirəm. Çox sağ olun. Qəbələ Xankəndi qaçış ultramarafonunun ikinci günü qadınlar arasında qaliblərinə mükafatlandırılır. Musiqi gedir. Qardaş, nə təkil idman üçün? Oradan təkilində qardaş, təkili yol açır. Növbəti iştirakçımızı qarşılayın dostlar. Əzizləyicilər, gördüyünüz kimi növbəti iştirakçı gəlir. So, dear friends, ladies and gentlemen, please welcome athletes. Her number is 004. Növbəti iştirakçımızı qarşılayın. Növbəti qalibimiz Azərbaycanlılar. Kaçış ultramarafonunun ikinci günü arasında teşekkür ederim. İkinci günün galibi, gümüş medalın sahibi
Azize Demir, Mustafa Sarıbalı, Zəfər Qaşqoğlu, Direktör Keçmişlər Güvəyir. Birinci, ikinci günün estafetasının galibi Alona Şevçenko. Mikrofonları Azərbaycan Türkiye Masasının qanunlarına yönetmek ediyor. Qəhrəman kanalları. Yıldız medal. Gel, eşeme. Teşekkür ederim. Baxın mənə. Baxırıq. Buyurun, özünüzü təqdim eləyin. Zəfər Qaşıq Klubunun direktoru, Azərbaycan Atletika Federasiyasının nümayəndəsi Eşən Quliyev. Buyurun. Bugünkü bu tədbirlə bağlı müəllim nə deyə bilərdiniz? Nə tədbiridir? İzləyicilərimizə məlumat verin. Bu yarış Azərbaycanda ikinci beynəlxalq Xankəndi ultra marafonudur. Birinci yarışı ötən il, bir il bundan öncə 2024-cü ildə Qəbələ Xankəndi Bakıya təşkil etmişdi 280 kilometr. Bu il Respublikamızın idman paytaxtı Qəbələ şəhərindən Xankəndi şəhərinə təşkil olunur. Məsafə 192 kilometrdir, 4 mərhələdən ibarətdir. Marşrut start Qəbələ şəhərinə verilib Ağdaşa. Bugün yarışın ikinci günüdür və Ağdaş şəhərindən Bərdə şəhərinin start verdik. Bərdə şəhərinin mərkəzində 65 kilometrin tamamında yarışçılar finişə çatdı. Sabah yarışın 3-cü günündə Bərdə şəhərində start verəcəyik. Ağdam şəhərinin mərkəzində 44 kilometr tamamında finişə çatacaq idmançılarımız. Bu eyni zamanda 44 günlük müharibəmizin rəmzi olaraq Ağdam şəhərində bitəcəkdir və yarışın sonuncu günü 30 kilometr qaçaraq Xankəndi şəhərinin mərkəzində finiş edəcəyik. Yarışda 5 ölkədən 17 xarici idmançı və eyni zamanda 70 nəfər Azərbaycanlı idmançı, 70'e yaxın Azərbaycanlı idmançı iştirak edir. Çox sağ olun müəllim, ətraflı məlumatı üçün təşəkkür edirəm hər birinizə. Xeyirli uğurlu olsun. Buyurun. Selamünaleyküm. Zahmet olmasa İsmim Murat Kaya, İstanbul'dan katılıyorum yarışmaya. Geçen sene de katılmıştım eşimle beraber. Bu sene tekrar burada bulunmaktan çok mutluyuz. Kardeş ülkede aynı topraklarda koşmak gerçekten çok güzel. Halkın ilgisi, alakası çok iyi. Size teşekkür ediyorum. Bütün Azerbaycan halkına teşekkürler. Bu yarışma, bu marafon için bir fikirlerinizi söyleyebilir misiniz? Nasıl bir marafon oldu? Katarken herhangi bir sıkıntınız oldu mu? Her şey çok iyi, organizasyon çok iyi. Arkadaşlar sağ olsunlar her konuda yardımcı oluyorlar. Sadece bugün mesafe biraz uzundu, biraz yorucu oldu ama şükür bugün de bitti. Yarın bakalım nasıl geçecek. Kaçıncı yere attınız? 3. olarak bitirdim bugün. Yarın bakalım. Sana daha iyi olacak. Çok teşekkür ederim. Sağ olun. Sağ olun, təşəkkür ederim ben. Teşekkürler.
10 dənə. marafon. Featured name. Assalamualaikum, my name is Maria. I'm from Russia, but I live in Turkey. Lastly, my teacher Murat Svetlana participated for train. Here I am with my teacher here. Today was second day in train. I'm very glad to be here. I'm very glad to be Azerbaijan. I really like Baku. I really like this place. I want to tomorrow and one day go in Karabakh and look at this country. I hope this country will be more beautiful every year. I ask for more participation for the next day. I hope more participation Sunday in Sunday here. Thank you so much. Adım Maria'dır. Özüm Rusiyadanam. Geçen il mən Türkiyədə oldum və bu yarışmada qoşuldum. Bakını çox sevirəm, Azərbaycanı çox sevirəm. Növbəti hədəfimiz isə Qarabağadır və özüm də bütün yarış iştirakçılarına hər birimizə uğurlar arzu edirik və artıq marafon ikinci günüdür. Bizim hədəfimiz Ardaşdan bu Bərdə rayonuna gəldi. Yəni bu planları çox sevirik. Onlara kanalımız göndərdik və ümid edirək ki, özüm də yarış iştirakçılarına uğurlu nəticələr göstərək. Kadar iştirakçı. Tebrikler. Ve 4 iştirakçımız. Mir Semed adlı iştirakçımız. Nihayet 65 kilogram. 65 kilometre. Vatanı kendisi yaptı. Onu numaralı iştirakçı Mir Semed. Salam, xoş gördük müəllim. Buyurun özünüz təqdim edin bir də. Elşən Quliyev Azərbaycan Atletika Federasiyası Qaşıq Şəhərçiyəsi üçün komitəsinin sədr müavini və eyni zamanda Zəfər Qaçış Klubunun direktoruyam. Birinci və ikinci Xankəndi ultramarafonunun təşkilində yaxından iştirak etmişəm. Müəllim, yəni neçə ölkədən bu tədbirdə iştirak edirlər? İkinci Xankəndi beynəlxalq ultramarafonunda 6 ölkədən 86 idmançı qeydiyyatdan keçmişdi və 81 iştirakçı vardı. Bəli. Yəni tədbir neçə gün davam edir? Tədbir 4 gün boyunca 10-13 aprel boyunca davam edir. Hardan başlayır tədbirin başlanğıcı yeri? Tədbir Qəbələ şəhəri, ölkəmizin idman paytaxtı Qəbələ şəhərindən başlayır və Xankəndi şəhərində bitir. Bəli, cəmi neçə iştirakçı dediniz müəllim? 81 iştirakçı starta çıxmışdı. Bəli. Və idmançılar yəni gücləri çatana qədər mərhələlər davam edirik. İnanırıq ki, bir hardasa bu idmançıların ən azından yarısı bu 192 kilometr məsafəni başa vuracaq.
Oldu müəllim, təşəkkür edirik, var olun. Tədbirin sponsorları, təşkilatçıları kimdir? Tədbir Gənclər İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası, Bakı şəhər halqası və eyni zamanda Zəfər Qaçı Klubu tərəfindən. Çox sağ olun müəllim, var olun. Bu marafon iştirakçısıydı yəqin ki. Çox gözəldir. Bax bu tədbirlə bağlı istəyərdik qısa fikirlərinizi bölüşəsiniz. Yani çok teşekkür ederim. Biraz yanıltıcı ama yine de biz hep de idman evimizde özümle katkıda olduğuma göre yani bu idman evimizde diğer de sizin çok adaptasyon iştirak edersiniz. Ya bu kadar. Her şey yaxşı gelir. İnşallah. Çox gözəl. Sağ olun, var olun. Hər birinizdən təşəkkür. Müəllim, siz də nə deyərsiniz? Fikrinizi bildirin. Çünki bu tədbirlərdə keçirlər çox böyük əhəmiyyət daşıyır. Hamı sevilir, sizə gəldilər. Arzulayıram ki, bu kesin keçir tədbirlər. If you turn out your job, quit. If you don't have enough time, stop watching TV. Onu bilmirəm mən. Üçüncü punkt işləyirəm mən. İşləyirəm mən onu. Üçüncü punkt işləyirəm mən. Xanım, bu tədbirin iştirakçısı sizə yəni. Hakim. Hakimsiniz.